Turan Gastroturizm Akademiyasının Gələcəyin Ulduzları hər birinizə salamlayıram. Gəlin bugün qidalanma mövzusuna başvuraq. Yox, heç narahat olmayın. Sizi quru rəqəmlər və mürəkkəb elmi terminlərlə yormaq fikrim yoxdur. Tam əksinə, gəlin qidalanmanı bir aşpazın ən kəskin bıçağı, ən güclü aləti kimi yenidən kəşf edək. Gəlin açıq danışaq. Qidalanma sözünü eşidən kimi çoxumuzun ağlına ilk olaraq bax belə anlaşılmaz cədvəllər gəlir, deyilmi? Sanki bu ancaq həkimlərin bildiyi, bizim mətbəxdəki yaradıcılığımızdan çox uzaq bir şeydir. Və sizə desəm ki, əslində bu mətbəx sənətinin tam ürəyindədir. Bəli, tamamilə düz eşitdiniz. Qidalanma prinsiplərini bilmək sizin gizli silahınız olacaq. Bu bilik sizə təkcə dadlı deyil, həm də müştərilərinizin sağlamlığını düşünən, onların ehtiyaclarına cavab verən menyular yaratmaq imkanı verəcək. Unutmayın, bugün insanlar nə yediklərinə daha çox fikir verirlər və bax, bu bilik sizi rəqiblərinizdən bir addım önə çıxaracaq. Yaxşı, hazırsınızsa, gəlin mövzunu daha sadə və anlaşılan dildə izah edək. Təsəvvür edin ki, insan bədəni yüksək performanslı bir idman avtomobilidir. Bu maşının hər zaman yollarda şimşək kimi getməsi üçün ona nə lazımdır? Əlbəttə ki, düzgün yanacaq. Mənbə mətnində də bu fundamental prinsip xüsusi olaraq vurğulanır. Necə ki, bir avtomobil təkcə benzinlə işləyə bilməz, ona həm motor yağı, həm soyuducu maye, həm də keyfiyyətli ehtiyat hissələri lazımdır. İnsan bədəni də eyni ilə bu cür müxtəlifliyə möhtacdır. Yəni, hər qidanın öz rolu, öz vəzifəsi var. Deməli, bütün söhbətimizin əsasını bu bənzətmə təşkil edəcək, bədən bahalı, güclü bir idman avtomobilidir. Qida isə bu maşını hərəkətdə saxlayan yanacaq və onun mexanizmini təmir edən ehtiyat hissələrdir. İndi gəlin baxaq, bu yanacağın hansı növləri var? Başlayaq karbohidratlardan. Bunlar dostlar bizim avtomobilimizin benzinidir. Bədənimizin əsas enerji mənbəyi məhz onlardır. Maşının hərəkət etməsi üçün benzin nə qədər vacibdirsə, bizim gündəlik fəaliyyətimiz, hətta beynimizin işləməsi üçün karbohidratlar o qədər vacibdir. Hətta maraqlısı odur ki, mənbədə də deyildiyi kimi, bədəndəki yağların düzgün yanması üçün belə karbohidratlara ehtiyacı var. Zulallar, yəni hamımızın bildiyi proteinlər isə bizim avtomobilin ehtiyat hissələridir. Kaputu, mühərriki, bütün detalları. Onlar bədən toxumalarını təmir edir, əzələləri bərpa edir və yeni hüceyrələr yaradır. Yəni zulallar olmazsa, maşınımız zamanla sıradan çıxar, köhnələr və sonda dağılar. Və nəhayət, yağlar. Onlar bizim motor yağımızdır. Yağlar bədəndəki bir çox prosesi tənzimləyir, bəzi vacib vitaminlərin mənimsənilməsinə kömək edir və bütün sistemin rəvan, saat kimi işləməsini təmin edir. Amma diqqətli olun. Necə ki, maşının mühərrikinə həddindən artıq yağ töksəniz, o boğular və işləməz, bədənə daxil olan artıq yağ da sağlamlıq üçün ciddi problemlər yarada bilər. İndi ki, yanacağın növlərini aydınlaşdırdıq, gəlin biraz da onun keyfiyyətindən danışaq və bu bizi birbaşa kaloriya anlayışına gətirib çıxarır. Çünki, bəli, bütün kaloriyalar eyni yaradılmayıb. Kalori sözü çox vaxt insanları qorxudur, elə deyilmi? Amma əslində o bizim düşmənimiz deyil. Kalori sadəcə olaraq qidanın bədənimizə verdiyi enerjinin bir ölçü vahididir. Özü-özlüyündə nə yaxşıdır, nə də pis. Əsas sual budur. Biz bu enerjini hansı mənbədən alırıq? Baxın, bu cədvəl çox maraqlı bir detalı göstərir. Gördüyünüz kimi, yağlar hər qramda karbohidrat və zulallardan 2 dəfədən də çox enerji verir. Bu, o deməkdir ki, yağlar inanılmaz dərəcədə qatı bir enerji mənbəyidir. Bir aşpaz üçün bunun mənası nədir? Az miqdarda yağ yeməyə həm zəngin dad, həm də çoxlu enerji qata bilər, amma porsiyaya nəzarət etməsək, bu asanlıqla çəki artımına səbəb ola bilər. Və budur bizim gizli düşmən ssenarimiz. Təsəvvür edin, hər ikisi təxminən 150 kaloridir. Lakin şirin qazlı içki sizə şəkər və kaloridən başqa heç nə, yəni boş hava verir. Bir ovuc badam isə eyni kaloride sizə faydalı yağlar, zulal, vitamin və minerallardan ibarət əsl bir xəzinə təqdim edir. Deməli, həlledici məqam nədir? Məsələ təkcə kalori sayında yox, o kalorinin içində nə olduğundadır. İndi isə gəldik ən vacib hissəyə. Siz, gələcəyin aşpazları, bu maşınların usta mexaniklərisiniz. Sizin vəzifəniz müştərilərinizin bədəninə həm ləzzətli, həm də yüksək keyfiyyətli, mükəmməl balanslaşdırılmış yanacaqla təmin etməkdir. Bu, sadəcə yemək bişirmək deyil, bu əsl sənətdir.
Məsələn, gəlin yağlar mövzusuna qayıdaq. Bütün motor yağları eyni deyil. Mənbəmizə görə heyvan mənşəli doymuş yağları və xüsusilə də ən təhlükəsiz olan trans yağları mümkün qədər azaltmaq lazımdır. Çünki onlar pis xolesterini artırır. Zeytun yağı kimi monodoymamış yağlar isə daha sağlam seçimdir və ürək üçün faydalıdır. Yəni, menyunuzu hazırlayarkən hansı yağdan istifadə etdiyiniz yeməyin sağlamlığına birbaşa təsir edir. Mənbədəki sağlamlıq tövsiyələrini aşpazlar üçün 4 qızıl qaydaya çevirə bilərik. Birincisi, boş kalorilər yerinə içində xəzinə olan qidaları seçin. İkincisi, porsiyaların ölçüsünə diqqət yetirərək insanların çəkisini qorumasına kömək edin. Üçüncüsü, menyularınızda yüngül, aktiv həyat tərzini dəstəkləyən seçimlər təklif edin. Və nəhayət dördüncüsü, rəngarəng meyvə tərəvəzlərdən, tam taxıllardan istifadə edərək bütün qida qruplarını əhatə edin. Və budur hədəf. Rəngarəng, təzə, qidalandırıcı və əl əsası inanılmaz dərəcədə iştah açan bir yemək. Bax, həqiqi balans budur. Bu yemək təkcə mədəni deyil, həm gözü, həm damağı, həm də bədəni doyurur. Bu, sizin sənətinizin zirvəsidir. Beləliklə, bu izahdan sonra sizə son bir sualım var. Sabah öz mətbəxinizdə, öz restoranınızda hazırlayacağınız hər bir yeməyi düşünün və özünüzdən soruşun. Mənim menyum müştərilərimin maşınını hansı yanacaqla təmin edir? Onu gücləndirir, yoxsa sadəcə yerində saymasına səbəb olur? Unutmayın, cavab sizin əlinizdədir.